Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Nəriman metrosu yaxınlığından salamlayırıq sizi. Əliyar Əliyev küçəsində Nəriman metrosuna piyada maksimum 5-10 dəqiqəlik məsafədə yerləşən 18 mərtəbəli yeni tikili binanın 18-ci mərtəbəsində tam 3 otaqlı əla təmir edilmiş bir mənzil təqdim edəcəyik sizə. Mənzildə təmirdən sonra yaşayış olmayıb, tam mərtəbədir, sənədi çıxarışdır, yəni kupça, mənzil sənədidir. Tam mərtəbədən heç nə ilə seçilmir. Üstündə bir mərtəbədə mansard hissəsi var. Xol hissədir hal-hazırda. Sənədi çıxarışdır, bir daha qeyd edirəm. Mənzilin 100 kvadrat ölçü və tam 3 otaqlı. Bütün otaqların giriş və çıxışı ayrı-ayrılıqda koridordan və hamısının birbaşa pəncərəsi, çölə olan pəncərəsi və işıqlanması var. Giriş qapımızı görməkdəsiniz. Giriş qapısından girdikdə sağ istiqamətdə belə bir tam boy gömmə qardirob mebeli yığılıb. Güzgü qapılarla əhatələnib ki, girişdə darlıq yaratmasın. Giriş qapısından solda isə belə bir domofon sistemi və divarlarda braşıqlandırmalar və əla teksturalı divar kağızlarından istifadə edilib. Giriş qapısından girdikdə sağda mənzilin ümumi sanuzeli yerləşir. Kifayət qədər geniş ölçülü sanuzelidir. Burada geniş ölçülü bir mətbəx, qarşısında böyük ölçülü texniki balkon, kombi və kollektor sistemi oradadır. Burada 2 ədəd yataq otağı yerləşir, bir-birlə yanaşı, hər ikisi demək olar eyni ölçüdədir və tam əşyalı mənzildir. Tam əşya və texnika ilə tərtib edilib bütün otaqlar və bir balkonda bu yataq otağından daxil olmaq olur. Burada isə mənzilin qonaq otağı yerləşir. Növbə ilə davam eləyəcəm, sırayla davam eləyəcəm. Mətbəxini görməkdəsiniz. Xol hissədəki qranit tekstura burada da davam eləyir. Döşəmə isti döşəmədir. 4 nəfərlik bir mətbəx masası yerləşdirilib və belə bir böyük ölçülü tam boy mətbəx mebeli yığılıb. Membran panellərdən üzəri və sinəliyi süni mərmərlə işlənib və paltaryana qədər, soyuducuya qədər bütün mətbəx texnikası ilə təchiz edilmiş vəziyyətdədir. Gizli soyuducudan istifadə edilib. Üst hissəsi adi, alt hissədə isə dondurucusu yerləşir. Paltaryan yerləşimi isə burada edilib. Yenə gizli paltaryandan istifadə edilib. Qaz və gizli aspirator yerləşdirilib. Tam texnika ilə təchiz edilib. Bir daha qeyd edirəm, mətbəx TV-sinə qədər və bu hissədə isə kondisionerinə qədər quraşdırılmış vəziyyətdədir. Olduqca zövqlü və keyfiyyətli təmiri var. Balkonu da təqdim edeyim sizə. Mənzilin bütün otaqlarından şəhərə əla panorama açılır. Texniki balkon olduğunu vurğulamışdım. Kollektor sistemi, kombi sistemi və qaz sayğacı burada yerləşdirilib. Buradan baxış Əliyar Əliyev küçəsi, Ziya Bünyadov prospekti və mikrorayon istiqamətinə baxış açılır. Nəriman metrosunun əla yerləşməsindədir, ideal yerindədir. Burada hal-hazırda körpü və tunel sistemi inşa olunur, yəqin məlumatlısınız. Olduqca işlək küçəyə çevriləcək bu küçə. İndi isə davam eləyək, digər otaqları təqdim edeyim sizə. Keçməzdən öncə sanuzeli göstərim. Sanuzeldə də yenə əla teksturalı qranitlərdən istifadə edilib. Sol istiqamətdə mərmər üzlü bir moydadır, gizli işıqlı güzgüsü və burada isə suşulka yerləşimi, unitaz gömmə rezervuar üzəri 2 ədəd nişadan istifadə edilib dekorativ olaraq. Burada isə böyük bir duş hissə ayrılıb, divar içi aksesuarlardan istifadə edilib, gördüyünüz kimi. Kifayət qədər zövqlü bir sanuzel çıxıb ərsəyə gəlib. İndi isə yataq otaqlarından birini təqdim edeyim. Yenə burada da tam yerləşməni görürsünüz. Gördüyünüz kimi bu otağın qardirob mebeli bu hissədə gizlədilib, əlavə yer tutmur və kifayət qədər rahat hərəkət etmə imkanı qalır. Böyük ölçülü bir yataq. Yuxarı istiqamətdə isə kondisioner quraşımını həyata keçiriblər. Braşıqlandırmalar yenə öz növbəsində. Burada TV yerləşimi edilib. Bu videonun əvvəlində vurğulamışdım. Bir digər balkon yerləşimi isə buradadır. Buradan baxış isə Nərimanov istiqamətinə, dəniz istiqamətinə, şəhər istiqamətinadır. Böyük ölçülü bir balkondur, təqdim edeyim burada sizə. Lakin hava dumanlı olduğundan tam panoramanı təqdim eləmirəm. Yəni baxış keçirdiyiniz zaman şahid olacaqsınız. Hər iki yataq otağı aşağı-yuxarı eyni ölçülərə sahibdir. Bu digərindən biraz kiçik ölçülü otaqdır. Yenə buradan da bayaq göstərdiyim balkona çıxış var. Çıxış daha doğrusu pəncərə açılır. Burada TV yerləşimi, kondisioner yerləşimi yenə burada da həyata keçirilib. Böyük ölçülü bir yataq dəsti, braşıqlandırmalar və sağ istiqamətdən gömmə bir qardirob mebeli yerləşdirilib. Tam boy vəziyyətdə. İndi isə qonaq otağını təqdim edeyim. Bina kifayət qədər bina barədə də vəs eləyim. Bina kifayət qədər baxımlı və
hardasa təxminən 7-8 ilin binasıdır və tanınmış binalardan biridir. Sürətli və modern liftləri, yeraltı avtoparkinqi, kifayət qədər özünə uyğun 2 bloklu binadır. Özünə uyğun, özünə yetəcək şəkildə həyətyanı sahəsi də var. Birbaşa Əliyar Əliyev küçəsinin kənarında yerləşir. Altında supermarket və digər ictimai yaşayış obyektləri, həm qarşı hissəsində, həm yan hissəsində məktəb var. Yəni demək olar bütün ictimai yaşayış obyektlərinə yaxınlıqda yerləşir və olduqca gözəl binalardan biridir. Qonaq otağında da tam əşya yerləşmə həyata keçirilib. Yumşaq mebel dəsti, 6 nəfərlik bir yemək masası, TV stand və TV yerləşiminə qədər hər şey həyata keçirilmiş vəziyyətdədir. Olduqca real qiyməti var mənzilin. 319.000 manat tam əşyalı və texnikalı qiymətidir mənzilin. Əlavə heç nə almağa və yerləşdirməyə ehtiyac yoxdur mənzildə və olduqca real qiyməti var. 18 mərtəbəli binanın 18-ci mərtəbəsində üzərində bir mərtəbə mansard hissə var. Yəni bu mənzil mansard deyil. Hündürlüyünü və genişliyini görürsünüz. Mənzilin tam qanuni 3 otaqlı mənzildir, sənədi çıxarışdır və start qiymət bir daha qeyd edirəm 319.000 manat tam əşyalı qiymətidir. Mənzil haqqında bizdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə, Reka Əmlak.